Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Oktyabrın 1-dən Azərbaycanda məktəb avtobusları layihəsi başlayır. Xəbər verilir ki, bunun jurnalistlərə açıqlamasında Elm və Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gələn ayda bununla bağlı pilot layihə icra ediləcək. Hazırda özəl sektorda bir yerdə təxminən 1200 uşaq var. Layihəyə oktyabrın 1-dən başlanılacaq. Ümumilikdə bizim üçün də bu maraqlı layihədir. Bizdə bu prosesi daha da asanlaşdırmaqla bağlı müəyyən müzakirələr aparırıq ki, bu avtobusların xətlərə buraxılması daha sürətli olsun. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bir yerdə işləyirik. Hazırda bu layihə 12 dövlət və özəl məktəbi əhatə edir. Hansı məktəblər tıxaca daha çox təsir edirsə, o məktəbləri cəlb etməyə çalışırıq. Amma bu valideynlə həmin şirkət arasında olan münasibətlərdir. Bizim işimiz daha çox bunu mümkün etməkdir. Gələn aydan bu pilot səviyyədə tətbiq ediləcək. Amma 1200 uşaq da az deyil, çünki bunların hamısı şəhərin mərkəzi məktəbləridir.